Belə bir birinci hissəni əhatə edən sınağımız var. Suallar, qəbul testləri və dim test toplusu əsasında hazırlanmışdır. Tamamilə birinci hissəni əhatə eləyir. Onun həlli ilə gəlin tanış olaq. İpə bağlanmış cisim şaquli müstəvidə bərabər sürətlə fırladılır. Əgər N nöqtəsində ip qırılarsa, cisim hansı istiqamətdə hərəkət edər? Fikir verirsinizsə, burada hərəkət istiqamətini verib, bilirsiniz ki, çevrə üzrə hərəkətdə sürət toxunan istiqamətə yönəlir. Yəni, burada yuxarı, burada sağa doğru olar. N nöqtəsində isə V aşağı yönələr və bizim də N nöqtəsini dediyinə görə cavab D variantı olacaqdır. İkinci suala baxaq. Bərk cismin mütləq uzanmasının başlanğıc uzunluğa mütləq uzanma delta L-dir. Başlanğıc uzunluq L0-a nisbəti nisbi uzanma epsilonu verən bir kəmiyyətdir. Dinamometrin iş prinsipi hansı qanuna əsaslanır? Bildiyiniz kimi hukuk qanununa əsaslanır. 4. Cismə təsir edən əvəzləyici qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. F1, F2 və F3. Deməli, dəyərli dostlar, F1 6, F2 6-dır. Bu iki qüvvəni bir-birinə gördüyünüz kimi perpendikulyar verib 90 dərəcə verib. Bilirsiniz ki, əvəzləyici qüvvə perpendikulyar olanda kök altında kvadratları cəmi ilə tapılır. Yəni 6 və 6 Newton bir-birinə perpendikulyardır deyə onların elə əvəzləyici baxın bu istiqamətdə yönələcəkdir. Amma ümumiyyətlə əvəzləyici qüvvənin özünün yazası olsaq, elə əvəzləyici qüvvələrin həndəsi cəminə bərabərdir. Yəni F1, F2 üstə gələnsin vektor cəminə bərabərdir. F1 və F2 qüvvəsinin əvəzləyicisi elə baxın gəlin bura yazaq. F1 və F2 elə F3 istiqamətində olur. Yəni F1 və F2-nin yerinə F3 yazmaq olar. Onda elə əvəzləyici qüvvə nəyə bərabər olacaqdır? 2 dənə F3-ə bərabər olacaqdır. Yaza bilərik. Və 6 Newtonun əvəzləyicisi kök altında kvadratları cəmini hesablasaq, kök altında 6 kvadrat plus 6 kvadrat nə eləyəcək bu? 6 kök 2, düzdür? Onda biz də bunu yazsaq ki, 2 vurulsun 6 kök 2, nə eləyəcək bu? 16 kök 2 eləyəcəkdir. Vəssalam. Deməli, 5-ciyə baxaq. Düz xətt boyunca koordinat qrafiki verilib, hansı hissədə kinetik enerji artır? Kinetik enerjinin düsturunu bilirsiniz. YK bərabərdir. MV kvadratı bölünsün 2-dir. İndi kinetik enerjinin artması üçün sürət artmalıdır da. V artsa, YK da artacaqdır. İndi baxaq. Birinci hissədə gördüyünüz kimi qrafik baxın bu hissədədir. Aşağı doğru gəlir. Biz bunu sürüşdürüb, baxın belə sıfıra qoysaq, görərik ki, qrafik T oxundan uzaqlaşır. Yəni, bu bərabər yeniləşən hərəkətdir. Deməli, birinci hissədə sürət artır. Sürət artır deyə kinetik enerji nə edir? Artır. Vəssalam, deməli, bir düzdür. İkinci hissəyə baxsanız, qrafik T oxuna yaxınlaşır. T oxuna yaxınlaşırsa, deməli, bu bərabər yavaşayandır. Yəni, V azalır. V azalırsa, YK azalır. Üçüncü hissədə baxın belə verilibdir. Bunu görmək istəyiriksə, sürüşdürün qrafiki qoyun sıfıra. Baxın, görəcəksiniz ki, bu X ox istiqamətində yeniləşən imiş. Yəni, 3-də də sürət artır. Sürət artır deyə kinetik enerji nə edir? Artmış olur. Bizdən nəyi soruşur? Harada artır? Baxıram ki, 1-də və 3-də artır, əziz dostlar. Daha sonra gəlin 6-ya baxaq. Deməli, ağzı bağlı qablarda. Ağzı bağlı qabın mənası o deməkdir ki, V, yəni həcm sabit verilmişdir və sualda doyan buxar deyir. Doyan buxarda bilirsiniz ki, həcm sabit olanda təzyiq, sıxlıq və konsentrasiya temperaturdan necə asılı olurdu? Kəskin düz asılı olurdu. İndi baxaq, birinci qabda 20 dərəcə, ikinci qabda 30 dərəcə. Deməli, ikinci qabın temperaturu, yəni T2, T1-dən böyükdür deyə, ikinci qabın konsentrasiyası da 1-dən böyük olacaqdır. İkinci qabın təzyiqi də 1-dən böyük olacaqdır. P2 böyük P1, N2 böyük N1. 7-yə baxaq, 20 saniyə metr sürətdən şaqi yoxatılmışdır. Neçə saniyə sonra cisim 20 metr hündürlükdə olacaqdır. Yuxarı atılan cisim üçün H bərabərdir. V0T çıxılsın. JT kvadratı bölü 2 yaza bilərik. 20 metr H-ın yerinə 20, V0-ı verib 20T-ni soruşur. J5-dir. 2-yə böləndə birbaşa 5T kvadrat yaza bilərik. Hər tərəfi 4-ə bölsək, 4 bərabərdir. 4 T kvadrat çıxılsın. T kvadrat yaza bilərik. Bu ifadəni sıfıra bərabərləsək, onda gəlin bunu ataq bərabərliyin sol tərəfinə. Mənfi T kvadratı üstə gəlinsin 4T, çıxılsın 4 bərabər 0. Mənfiyə vurduğumuz zaman T kvadrat çıxılsın 4T, üstə gəlinsin 4 bərabər 0 olar. Buradan T tapanda elə bu
t minus 2'nin kvadratı deməkdir. Onda t buradan nə eləyir? Plus minus 2 eləyir. Bizə isə 2 saniyə, yəni zamanın müsbət halı lazımdır. Gəlin baxaq 8 nömrəli suala. A və B cisimlərini oxu üzrə koordinatının zamanın asılı qrafiki şəkildə kimi verilibdir. 4-cü saniyənin sonunda aralarındakı məsafəni bizdən istəyir. Gəlin əvvəlcə biz B cismi üçün verilənləri qrafikdən tapaq. Həm də təkrar niyyətli olsun. B qrafikinə baxdığımız zaman görürük ki, B qrafikinin başladığı koordinat 4'tür. Yəni bunun bir x0'ı var, yəni bu 4'tür. Daha sonra bunun son koordinatı neçə olubdur? Baxın 2 saniyə sonra 6 olubdur. Və təbii ki, bunu 2 saniyədə əldə edibdir. Yazaq bura 2 saniyə. Onda gəlin buradan V, B-ni tapaq. Çünki fikir verirsinizsə, qrafiklər düz xətlə verilibdir. Düz xətdirsə, deməli bu bərabər süətli hərəkətdir. Düzdür, x çıxılsın x0 bölünsün t-dir. Onda VB bərabər 6 çıxılsın 4 bölünsün 2-dən nə eləyəcəkdir? 1 metr bölünsün saniyə. Gəlin A cismi üçün yazaq. A cisminin qrafikə baxırsınız ki, 0-dan başlayıb. Yəni burada x0 0'dır. Və 2 saniyə sonra bu da 6 olubdur. X bərabərdir 6'dır. Yenə t bərabər 2'dir. Onda A-nın tapsaq sürətini görək neçə olacaqdır. Eləcə x bölünsün t, çünki x0 yoxdur axı. 6 bölünsün 2-dən bu eləyəcəkdir 3 metr bölünsün saniyə. İndi gəlin A-nın getdiyi yol tapaq. L A bərabərdir. Bildiyimiz kimi VA vurulsun T'dir. VA 3'tür. Bizdən 4-cü saniyəni istəyir. Deməli bu gedib neçə? 12 metr. İndi gəlin B-ni tapaq. Baxın B əvvəlcə koordinat oxunda bir 4 metr gedib. Üstə gəl. VB vurulsun T yaza bilərik. 4 üstə gəlinsin. VB-nin sürəti 1'dir. 1 vurulsun 4'dən bu da gedib nə qədər? 8 metr. Deməli A gedib 12 metr, B gedib 4 metr. Onda aralarındakı məsafəyə bir delta desək, 12 çıxılsın 8-dən. Bu deməli məsafə nə qədər olub aralarında? 4 metr olubdur. Cavab C variantı. 9 nömrəli sualla tanış olaq. 5 kiloqram kütləli cisim meyl bucağı alfa olan mail müstəviz sükunətdədir. Cismə təsir edən sürtünmə qüvvəsini tapın. Ümumiyyətlə, mail müstəvini baxın belə çəksək. Burada bir cisim var suala görə və bu sükunətdədir. Yəni V sıfırdır. Onda bu cismi aşağı doğru salmağa çalışan qüvvə F paraleldir. Və təbii ki, əgər bu cisim aşağı düşmürsə, deməli hərəkətin əksinə nə var? Sükunət sürtünmə var. Yəni hərəkət yoxdur da. F paraleli onda nəsə bir qüvvə tarazlamalıdır, elə deyilmi? Və onun əksinə yönəlməlidir. Bəli, bəli. Onda bizdən zaten sürtünmə qüvvəsini deyir tapın. Sürtünmə qüvvəsinin burada əgər sükunətdədirsə, sükunət sürtünmə təsir eləyir və F, gəlin bura yazaq. Sükunət sürtünmə bərabər olur nəyə? F paralelə. Onun da düsturu bildiyimiz üzərə mj sinüs alfadır. M5, J10. Sinüs alfanı da deməli veribdir neçə? 0,5. Bunu hesabladığımız zaman 25 Newton eləyər. D bəndi. Aha, indi gəlin 10 nömrəli suala baxaq. Kütləni 500 qram verib. Biz bunu 1000-ə bölsək, gəlin indidən yazaq bunu kiloqram kimi. 0,5 kiloqram hərəkət tənliyini veribdir. Nə qədər vaxt sonra impuls 20 olar? Baxın, T-ni bizdən soruşur. Gəlin birinci bir impulsun düsturunu yazaq. P bərabərdir, MV yazaq. 20, impuls 20 verib. Kütləni tapdıq, 0,5 vur V. Buradan sürət neçə eləyər? Aydın məsələdir ki, 40 metr bölünsün saniyə eləyər. İndi bizə koordinat tənliyini veribdir 4t kvadrat. Bilirsiniz ki, bərabər təyəzli hərəkətdə x0. İndi ümumi hal yazıram mən təbii ki, plus minus da var, aydın məsələdir. Üstə gəlinsin at kvadratı böl 2 yazıram. Bilirsiniz ki, burada bütün bu x0'da, v0'da adı müsbət mənfi ola bilər. Amma bizdə bunu sualda verib 4t kvadrat. Bu o deməkdir ki, burada x0 da 0'a bərabər olub. V0 da 0'a bərabər olub. Onda buradan təcil neçə eləyər? 2'yə vursam 8. Hə, 2'yə vurdum 8. Onda V0 0 daxı V bərabər AT-dir. Onda V-nin yerinə 40, A-nın yerinə 8 vurulsun T yazsam, burada sualda məndən soruşduğu zaman eləyəcəkdir 5 saniyə. Baxın, açıq sualdır. İndi gəlin 11'ə baxaq. Sükunətdəki deyir. Sükunətdəki sözün görən kimi yaddan çıxmamaq üçün bura bir V0 bərabər 0 yazaq. F1 və F2 qüvvələrini veribdir.
F1 və F2 qüvvələrini bizə veribdir və bunlar 90 dərəcədirsə, onda əvəzləyici qüvvə bunların kök altında kvadratları cəmidir. 6 kvadrat plus 8 kvadratdan bu elədi 10 Newton. Gəlin buradan bir təcil tapaq, çünki bizdən gördüyü işi soruşur. A bərabərdir F əvəzləyici bölünsün M-ə. Yəni 10 bölünsün kütləni verib 2,5. Buradan təcil etdik 4. Aha. Bizdən işi soruşur. A bərabərdir Fs yazaq. A bərabərdir Fs. F-i biləm 10. S-in də yerinə sükunət dediyinə görə AT kvadrat bölgü yazmaq olar. Aha. 10 vur. Təcili tapmışıq 4. Zamanı verib neçə? 5 kvadrat bölünsün 2. 2 ilə 4 gedər 2 qalar. 10-u 2-yə vuranda 20, 25-ə vuranda 20-ni 25-ə vuranda eləyəcəkdir 500 joule. Baxın, bunda tapdıq. Əla. İndi 12-yə baxaq. Kütləsi 3 kiloqram olan cisim mail müstəvi üzrə F qüvvəsinin təsirlə bərabər sürətlə dartılır. Baxın, bərabər sürəti görən kimi yazırıq ki, V sabit. Deməli, təcil nədir burada? Sıfıra bərabərdir. Baxın, V vektor sabit, təcil də sıfıra bərabərdir. Yayın uzanmasını hesablayın. Baxın, bunu yuxarı doğru qaldıran zaman burada bir elastiklik qüvvəti yay verir. Baxın, KX yaranır. Aha. Və burada aşağıda doğru hansı qüvvə var? F paralel. O da nədir? mg sinüs alfa. Bərabər sürət təcil sıfır deməkdir ki, bunlar bir-birini tarazlaşdırır. Yəni biz k vurulsun x-i nəyə bərabər eləməliyik? mg vurulsun sinüs alfaya. K-nı soruşur. X-i verib 0 tam deməli neçə? Baxaq. Uzamanı veribmi bizə? Deməli sürtünmə nəzərə alınmır. 3 kiloqram bərabər sürətdən qaldırılır. Yəni uzanması 2 santimetr. Onda bunu yazıram. Metrə çevirsəm 0,2. Kütləni verib 3. J-ni verib 10. Sinüs 53-də verib 10-da 8. Deməli, K vurulsun 0,2 bərabərdir. Deməli, 10-u 10-da 8-ə vuranda 8, 3-ə vuranda 24. Buradan K bərabərdir. Deməli, 24 bölünsün 0,2-dən eləyəcək. 1200 Newton bölünsün metr. K-nı tapdıq. Əla. İndi gəlin, deməli, 13-ə baxaq. Bloklar sisteminin köməyi ilə yük 0,3 metr böl saniyə sürətdən qaldırılır. Baxın, bu yükün sürətidir. Gəlin onu bura qeyd eləyək. V yük bərabər 0,3-dür. Nə qədər müddəti ipin sərbəst ucu. İpin sərbəst ucu, yəni H ip 1,5 metr yerini dəyişər və zamanı soruşur T-ni. İndi burada bir dənə fikir verirsinizsə, tərpənməz blok var, bir dənə tərpənən blok var. Tərpənən blok 2 dəfə qazanc verdiyi üçün 2 dəfə itki var. Onda V ip bərabərdir nəyə? 2 dənə V yükə. Onda buradan V ip nəyə bərabər olur? 2 vurulsun 0,3-dən 0,6. Yəni V ipi tapdım, H ipi verib. Onda mən zaman tapmaq üçün H ip bərabərdir. V ip vurulsun T yazarıq. 1,5 bərabər 0,6 vurulsun T. T də burada neçə eləyəcəkdir? Deməli, 1,5-i bölürsən 0,6-ya, 15 bölünsün 6. İxtisar etdiyim zaman, deməli, 2-yə bölünsün 5-ə, 2-yə ixtisar eləsəm, 7,5 bölünsün 3 eləyər də bu, düzdürmü? Bu da bərabərdir neçəyə deməli? 2,5 saniyə. Cavab D variantı. 14-ə baxaq. Yerdə kapilyar borda suyun qalxma hündürlüyü 5 mm-dir. Kütləsi yerin kütləsindən bərabər, radiusu yerin radiusundan 2 dəfə böyük olan planetdə həmin kapilyar borda suyun qalxma hündürlüyü neçə millimetrdir? Baxın. Deməli, yerin səthində, deməli, yerdə daha doğrusu, H yerdə, yəni kapilyar borda qalxan mayenin hündürlüyü 5 mm olub. İndi, sualda deyir ki, kütləsi yerin kütləsindən bərabər olan bir planet var. Yəni, M planet nəyə bərabərdir? M yerə. Amma radiusu böyükdür. Eğer planet nəyə bərabərdir? 2 dənə yerə bərabərdir. İndi, kapilyar borda qalxan mayenin hündürlüyü H bərabərdir. 2 sigma bölünsün, rho, J, R ilə tapılır. Aha, aydın məsələdir. İndi bizdən, baxın, burada gördüyümüz kimi H ilə J necə aslıdır? Tərs aslıdır. İndi gəlin J-nin düsturunu yazaq. J bərabərdir, J böyük M bölünsün, R kvadrat. J ilə R tərs asılı, düzdürmü? J ilə M düz asılı. İndi kütləsi bərabərdir deyə heç M-ə baxmağa ehtiyac qalmadı. Həmin planetdə, hansı planet bilmirəm də, orada radius yerdən 2 dəfə böyükdürsə,
Onda J planet, həmin o planetdəki intensivlik yerdəkindən nə olacaq? 4 dəfə kiçik olacaqdır. Niyə? Çünki baxın, M-ə baxmağa ehtiyac qalmadı, axı kütlə bərabərdir. Radiusa bax, radius da necə asılıdır? Tərs kvadratik asılıdır, düzdür? Deməli, planetin radiusu yerindən 2 dəfə böyükdür deyə, həmin orada intensivlik nə olacaq? 4 dəfə yerdən kiçik olacaq. Amma H-ın özü də J-dən tərs asılıdır. Yəni, planetdəki J 4 dəfə azalıbsa, həmin o planetdə qalxan kapillyar mayenin hündürlüyü yerdəkindən 4 dəfə nə olacaq? Çox olmalıdır. Onda 4 vurulsun 5 mm-dən neçə elədi? Cavabımız 20 mm eləmiş oldu. Təkrar deyirəm. H J-ilə tərs asılıdır, J də L-ilə tərs asılı oldu. Əgər kütləni başqa bir şey versəydi, onu da nəzərə alardıq. Yəni, baxın, belə bir nisbət yazmaq olardı da, hətta. Deməli, J planet bölünsün J yer bərabərdir. M-dən düz asılıdır. M planet bölünsün M yer vur. R-lə tərs asılıdır axı. R yer bölünsün R planetin nəyi? Kvadratı. Baxın, belə də eləyə bilərdi. Amma kütləni tam bərabər verib deyə bu ixtisar gedir də. Və H da J ilə tərs asılıdır. Yəni H yer bölünsün H planet. J ilə tərs asılıdır axı. J planet bölünsün J yer. Baxın, bu da olsun bizim təkrarımız. Əla. İndi gəlin baxaq 15-ə. Cavab bu arada 20 oldu yuxarıda 14-də. Deməli, qapalı qabdır. Deməli, V sabitdir. Doyan su buxarı deyil. Lap qəşəng. Uyğunluğu müəyyən eləyin. Deməli, AB hissəsi, B hissəsi, A hissəsi. Baxın, A hissəsini görən kimi bilinir ki, A hissəsində əvvəlcə nə olub? Maye olubdur. Yəni, baxaq elə bir şey var. Suyun kütləsi maksimumdur. Baxın, bu 3-cüyə getdi. Çünki doyan buxarı biz dərs izahında da həmişə də deyirik ki, doyan buxarı ilə saxlamaq istəyirsinizsə, doyan buxar odur ki, sanki orada maye plus buxar var. Doymayan odur ki, orada ancaq buxar var. Baxın, belə danışmaq olur. Buxar molekullarının konsentrasiyası artır. Bu AB hissəsinə aiddir. Çünki AB hissəsi doyan buxara aiddir. Deməli, birinciyə nə getdi? A getdi. Buxar molekulunun konsentrasiyası azalır, bu aid deyil. Sabit qalır. Baxın, bu BS hissəsinə aiddir. Çünki BS hissəsi doymayandır. Baxın, BS doymayandır. Deməli, sabit qalır. BS hissəsinə bu getdi. Sabit qalır C. Buxar doymayan haldadır. Bir də bura E getdi. Vəssalam 1A, 2C, Y, 3D. Başlanğıc sürət 5, İstanbulda 5 metr bölü saniyə kvadrat təcillə bərabər yeyinləşən hərəkət edir cisim. 4-cü saniyənin sonunda bərabər yeyinləşən deyirsə V0 plus AT, yəni 5 üstə gəlinsin, 0,5 vurulsun 4-dən bu eləyəcəkdir 7. Vəssalam. 17-yə baxaq. Sərbəst düşmək o deməkdir ki, A bərabər J-dir. Çəki onda nə olacaqdır? 0 olacaqdır. Çəkini xatırlayın, təcilsiz hərəkətdə çəki, yəni sükunətdə və ya düz xətti bərabər sürətdə hərəkətdə mj olur. A təcillə yuxarı doğru gedirsə, m vurulsun J üstəgəl A olur. A təcillə aşağı doğru gəlirsə, m vurulsun J minus A da ola bilər. Bu da 17 getdi. 18-ə baxaq, hansı qüvvənin və ya qüvvələrin qapalı trayektoriya boyunca işi sıfıra bərabər deyil sürtünmə qüvvəsinin. Yəni, qapalı trayektoriya boyunca iş sıfıra bərabərdirsə, deməli bu qüvvələr konservativdir. Konservativ odur ki, trayektoriyanın formasından asılı deyil, başlanğıc və son nöqtələrdən asılıdır. Amma sürtünmə qüvvəsində trayektoriyadan asılıdır deyə işi sıfıra bərabər olunur. 19-a baxaq, kütləni veribdir, 8,9 tamamilə suya batırılıb, sıxışdırıb çıxartdığı suyun çəkisi elə Arximedə bərabərdir. Yəni, P maye bərabər F Arximed. Amma Arximedin hansı düsturu? Baxıram ki, burada M veribdir, J veribdir və maye ilə cismi veribdir. Onda Arximedin bu düsturu var, məşhur MJ vurulsun, Rho maye böl Rho cisim. İndi M-i verib bizə 8,9, J-ni verib 10, Rho mayeni veribdir 10 üzəri 3. Deməli, Rho cismi veribdir 8,9 vur 10 üstü 3. 10 üstü 3'lər getdi. 8,9'lar getdi. Cavab oldu 10 Newton və salam. 20'yə baxaq. Bir atom ideal qazın daxil enerjisinin temperatur asılılığı verilmişdir. Hansı qrafik ən böyük maddə miqdarına uyğundur? Baxın. Daxil enerjinin düsturu 2-də 3. Deməli, nü RT. Baxın, gəlin buradan bir nü tapaq. Nü bərabərdir 2U bölünsün, deməli, 3RT. Düz yazdıq, bəli, 3RT.
İndi baxın, burada 2 sabit, 3 sabit, R sabit. Yəni nü mütənasibdir U bölünsün T ilə. Düzdür? Aha. İndi bircə dəqiqə. Gəlin bunu yazaq. Necə? Bunu daha dəqiq yazaq. Həm də bir anlamağa çalışaq da. Baxın, biz bilirik ki, daxili enerji bu düstura görə T-dən necə asılıdır? Düz asılıdır. Baxın, belə yazaq. Bura U yazaq. Burada bir alfa bucağının əmələ gəldiyini düşünsək, bu bucağın deməli tangens alfası nəyə bərabərdir? Qarşı, yəni bax bura U-dur, bölünsün T-dir. Elə baxın, U bölünsün T-dən nüyə bərabər deyilmi? Deməli, maddə miqdarı tapılar nə ilə? Tangens alfa ilə. Harada ən böyükdür? Baxın, bucağı ən böyük olanda, yəni 5-də. Harada ən kiçikdir? Bucaq 1-də. Bu alfa 1 olsun, bu alfa 5 olsun. Bucaq harada ən böyükdürsə, bilirsiniz ki, alfa artanda tangens alfa da artır. Düzdür, düz asılıdır. İndi hansının bucağı ən böyükdür? 5-in. Deməli, orada maddə miqdarı da ən böyük olacaqdır. Vəssalam. 21-ə baxaq. Doyan su buxarının həcminin temperaturu verilibdir. Doyan buxarın təzyiqi və kütləsi. Doyan buxarda bilirsiniz ki, temperatur sabitdirsə, o dəqiqə təzyiq nə olur? Sabit olur. Deməli, D və Y getdi. Təzyiq sabit qalmalıdır. Amma doyan buxarda M bərabər rho V ilə tapılır. İndi temperatur sabit olanda doyan buxarda bilirsiniz ki, sıxlıq da sabitdir. Qrafikə baxın, ox yuxarı gedib. Yəni V neyinib? Artıb. V artıbsa M də artıb. Demək, təzyiq dəyişməz, amma kütlə artar. B variantına baxın, tam uyğun gəldi. 22-yə baxaq. Qapalı qab. Qapalı qab nə idi? Artıq bilirik. Həcm sabit. Burada artıq ideal qaz deyil. Əla, təzyiq və sıxlığını soruşur. Ümumiyyətlə, bilirsiniz ki, ideal qazda MKN qanunları ödənir. Həcm sabitdirsə, o dəqiqə yazırsınız ki, sıxlıq sabit. Amma qabın qızdırdıqda, temperaturu artırdıqda, sabit həcmdə T artanda təzyiq də artır. Demək, təzyiq artar, sıxlıq dəyişməz. B variantı. 23-ə baxaq. M 50 kiloqram, F 50-dir. Dayağın reaksiya qüvvəsini tap. Kütləni 50 kiloqram veribsə, deməli, aşağı doğru bir mg qüvvəsi var, 500 Newton. Reaksiya qüvvəsi N də yuxarıdır. Onda yazırsınız ki, N üstə gəlinsin F bərabərdir mg-yə. Ya da yazmağa da ehtiyac yoxdur. Baxan kimi görsənir. F 50-dirsə, aşağı 500-dirsə, tarazlıq şərtinə görə onda N olmalıdır 450 Newton. Ya da ki, yerinə yazsaz elə buradan çıxıb onsuz da. N üstə gəl 50 bərabər 500. Sükunət vəziyyətindən bərabər təcillidə yer dəyişmə. Baxın, D variantı V kvadrat bölünsün 2 A ilə tapılır. Verilmiş sıxılmış ideal qaz üzərində aparılan, verilmiş kütləli, yəqin ki, ideal qaz üzərində aparılan izoproseslərə uyğunluğu müəyyən edeyim. Gəlin müəyyən eləyək. 1-2 prosesinə baxıram. Baxın, 1-2 prosesində ox yuxarı gedir və P ilə T düz asılıdır. Deməli, burada nə sabit qalıb? Təzyiqlə temperatur düz asılıdırsa, deməli, həcm sabitdir. Amma ox yuxarı gedib, deməli, təzyiq də artıb, temperatur da artıb. Yəni, izoxor qızma. Deməli, 1-ə getdi, 1-2, yəni 1-ə getdi, B bəndi. İndi gəlin baxaq 2-3 prosesinə. 2-3-də qrafikə baxıram ki, T oxuna perpendikulyardır və ox aşağı gəlib. T oxuna perpendikulyardırsa, deməli, təzyiq sabitdir. Ox aşağı gəlibsə, temperatur sabitdir. Ox aşağı gəlib, təzyiq azalıb. Təzyiq azalıbsa, həcm artıb. Yəni, izotermik genişlənmədir. Yəni, 2-yə getdi nə? E bəndi getdi 2-yə. Gəlin bunu buraya yazaq. İzotermik T sabit. V artıbsa genişlənmədir. İndi baxıram, deməli, 3-dən 1-ə. 3-dən 1-ə qrafiki görürsünüz. Baxın, ox belə gedibdir və P-yə perpendikulyardır. Deməli, 3-dən 1-ə təzyiq sabit qalıb. Ox sola gedibsə, temperatur azalıb. Təzyiq sabit olan ideal qazda T ilə V düz asılıdır. Deməli, izobar T azalıbsa soyuma, deməli, həm A uyğun gəlir, həm də həcm azalıb deyə izobar sıxılma. Deməli, 1-ə B, 2-yə E, 3-ə də AC. Vəssalam. İndi gəl 26-nı həll eləyək. 2 mol ideal qazın halın dəyişməsinin diaqramı verilibdir. Bu prosesdə qazın temperaturu neçə Kelvin artar? Baxırıq, burada həcm veribdir və litrlə.
Biz bilirik ki, bunu kubmetrə çevirsək, 10 üzəri mənfi 3 kubmetr kimi bunu yazmaq olar. Niyə bunu qeyd edirəm? Çünki burada təzyiqi kilopaskal verib də. İndi baxın biləsiniz. Baxıram ki, qrafikə bir haldan iki halına keçəndə həm təzyiq dəyişib, həm də V həcm dəyişib. Onda daxili enerjinin dəyişməsini delta U-nu belə yazmaq olar. 2-də 3 P2 V2 çıxılsın P1 V1. İndi baxın görürsünüz burada kilopaskal elə 10 üzəri 3 deməkdir. Də burada 10 üzəri mənfi 3 yazanda onlar bir-birini neyniyir? Götürəcək, daha rahat olacaq. İndi gəlin delta U hesablayaq. 2-də 3 P2 nədir? 10 V2 nədir? 6 çıx P1 4 V1 nədir? 3 oldu bu. 2-də 3 60 çıx 12-dən 48 2 ilə bu 48 24 24'ü savuranda delta U elədi 72 joule. Amma bizdən nəyi soruşur? Temperatur neçə Kelvin, yəni artmışdır, yəni delta T-ni soruşur. Onda daxili enerjinin bu düsturuna müraciət eləyə bilərik. 2-də 3 nü R delta T. Aha. Delta onu tapdıq 72 bərabər 2-də 3 nü verib 2 R verib 8 delta T-ni gəl tapaq. 2'lər getdi. 3'ü 8'ə vurdum 24. Yəni 72 bərabər oldu. 24 vurulsun delta T. Hər tərəf 24'ə bölsəm delta T elədi 3 Kelvin. Yəni temperatur 3 Kelvin artmışdır. 27'yə baxaq. Təcilin düsturunu deyir tap. Baxın A-nın belə bir düsturu var. Omega V. Baxıram ki, mənə dövrlərin sayı zaman verib də. Onda omeganın yerinə 2pi böyük n bölünsün kiçik t vur v yazaram. Baxın D bəndə o dəqiqə çıxar. 28'ə gəl baxaq. Deyir ki 1, 2 və 3 trayektoriyalarla endirilir. 2 trayektoriyasında görülən iş 20'dirsə birdə nə olar? O da 20 olar da. Çünki ağırlıq qüvvəsinin gördüyü iş trayektoriyanın, yəni belə getməyindən, belə formasının asılı deyil. Başladığı və son nöqtədən asılıdır. Baxıram ki 1, 2 və 3 nöqtələrin hamısının başladığı və bitdiyi yerlər eynidir. Deməli gördüyü iş eyni olacaq. Vəssalam, nə gözəldir. 29'a baxaq. Əvəzləyici qüvvənin gördüyü iş üçün hansı ifadə doğrudur? Baxın, onda biz müraciət eləyəcəyik kinetik enerji haqqında teoremə. Yəni A bərabərdir delta YK, yəni M bölünsün 2 V kvadratı çıxılsın nə? V0 kvadratı. Aha. Yəni işin müsbət mənfi olmağını enerji təyin eləyəcəkdir. Çünki əgər hərəkət bərabər yeyinləşəndirsə, enerji müsbətdir, deməli iş müsbətdir. Hərəkət bərabər yavaşlayandırsa, deməli enerjinin dəyişməsi mənfidir, deməli iş də mənfidir. Baxıram bir qrafikinə. Bir qrafikində qrafik T oxuna yaxınlaşır. Yəni V azalır. V azalırsa delta YK-nın nə olacaq işarəsi? Mənfi. Deməli V azalırsa, deməli enerji azalıb da. Enerji azalıbsa onun dəyişməsi mənfidir. Deməli 1-də iş mənfidir. 3 düzdür. 2 hissəsinə baxıram. 2 hissəsində sürət sabitdir. Sürət sabitdirsə, deməli enerji də sabitdir. Onda onun dəyişməsi 0'dır. Deməli 2-də iş 0'dır. 3 hissəsində baxın qrafik T oxundan uzaqlaşır. Deməli burada V artır. Deməli kinetik enerji artır. Deməli onun dəyişməsi müsbətdir. Deməli iş də müsbətdir. 3'də də iş müsbətdir. Deməli burada düzgün oldu. 2, 3, 4. Vəssalam. En kəsinin sayəsi 5 mm kvadrat olan polad müməffilə ən azı nə qədər yük asılı qırılar. Bərk cisimlərə aiddir. Sigma bərabərdir F bölünsün S. Kütləni soruşur deyə F-in də yerinə bir mg bölünsün S yazmaq olar. İndi biz də gəlin yerinə yazaq burada. Sigmanın möhkəmlik həddini verib 5 vurulsun 10 üzəri 8. M-i soruşur. J 10'dur. 5 mm kvadrat veribdir. Metrə çevriləndə 10 üzəri mənfi 6. Onda buradan 10 dənə M bərabər. Bunlar bir-birinə vursam, deməli 25. 10 üzəri müsbət 8, 10 üzəri mənfi 6'ya vuranda 10 üzəri müsbət 2. Bunlarla bunun biri gedər. Deməli kütlə buradan olacaq 250 kiloqram. Vəssalam. Gəl baxaq 31'ə. Qayışla əlaqələndirilmiş disklər üzərindəki 1, 2 və 3 nöqtələrinin hərəkət təcilləri arasında şansımız doğrudur. Baxın, 1 ilə 2 bir mərkəz ətrafında falan çevrələrdir. Və mən onda yaza bilərəm ki, A bərabər omega kvadratı R. 2'nin radiusu 1'in radiusundan böyükdür. Yəni R2 R1'dən böyükdür.
Deməli 2-nin təcili də 1-in təcilindən böyük. Bunu tapdım. Amma 2 və 3 nöqtələri necə əlaqələndirilibdir? Fikir verirsinizsə, qayışla əlaqələndirilibdir. Qayışlı ötürmədə bilirsiniz ki, radiusu kiçik olanın bütün kəmiyyəti, radiusu kiçik olan çarxın, diskin kəmiyyəti, yəni təcili radiusu böyük olandan böyük olur. Hətta bunu deyirdik ki, belə yada saxlayın da, radiusu kiçik olan diskin kəmiyyətləri radiusu böyük olandan böyük olur. Bir dənə perioddan başqa. Period radiusdan düz asılıdır. Yəni kiçik diskin hər şeyi böyük diskdən böyükdür, perioddan başqa. İndi deməli onda 3-ün də təcili 2-dən böyük oldu. A3 böyük oldu A2-dən, o da zaten A1-dən böyükdür. A3 böyükdür, A2 da böyükdür, A1, A bəndi. 32-yə baxaq, sürtünmə misalı 0,5 olan üfüqi səth üzərində kütləsi 2 kq arabacıq F25 Newton dartı qüvvəsini təsir edir. Hansı qrafik V-nin tədən asılığını göstərir. Gəlin burada bir sürtünmə qüvvəsinin düsturunu yazaq. F və sürtünmə bərabərdir. Başqa qüvvə təsir göstərmir deyə müəmc. Mü'nü verib 0,5, M-i verib 2, J-ni verib 10. Buradan F sürtünmə neçə eləyəcəkdir? Deməli 10 Newton. Əla. Dartı qüvvəsini bizə neçə verib sualda? 25 Newton. İndi biz bilirik ki, dartı qüvvəsi sürtünmədən böyük olanda hərəkət necə olur? Bərabər yeyinləşən olur. Düzdür? Aha. Bərabər yeyinləşən. Amma fikir ver, hərəkəti x oxunu sağa seçib, qüvvə ilə sürət də x oxunun əksinə. Deməli, bu x oxunun əksinə bərabər yeyinləşəndir. Yəni, D variantı. Əla. Sürtünmə misalı haqqında verilmiş mülahizələrdən biri yanlışdır. Vahitsiz kəmiyyətdir, düzdür. Səthdən asılı deyil, düzdür. Matrdan asılıdır. Cilalanma, yəni hama asılıdır. Kütlədən asılıdır, xeyr. Sürtünmə misalı bundan asılı deyil. 34-ə baxaq. 10 kiloqram qalayın temperaturun miqdarı verilibdir. İstilik miqdarının qrafiki verilibdir. Xüsusi ərimi istiliyin, yəni liyamdanı. Baxın, əvvəlcə burada qalay qızıb, sonra əriməyə başlayıb. Düzdür? Aha. Onda gəlin yazaq. Q, yəni aldığı istilik miqdarı Q ümumi bərabərdir. Əvvəlcə qızmaya sərf olunur, yəni SM delta T, sonra ərimə liyamda M. İndi Q ümumi bizə veribdir də burada. 820 kilojoule var, yəni 10 üzəri 3. Kiçik S-ni verib 230, M-i verib 10. Delta T nədir? 232-dən 132-ni çıxırsan da 100 üstə gəlinsin. Liyamda vur 10. Zaten burada deməli 10-u 100-ə vuranda 10 üzəri 3 eləyir. Onda burada olur 820 vur 10 üzəri 3 bərabərdir. 230 vur 10 üzəri 3 üstə gəlinsin 10 dənə liyamda. Liyamdanı gəlin belə yazaq. Bunu atsan bu tərəfə eləyəcək neçə? Deməli 820-dən 230 çıxsan 590 10 üzəri 3 bərabər 10 dənə liyamda. Hər tərəfi 10-a böləndə liyam da bərabər oldu. 59 vurulsun 10 üzəri 3. Joule bölünsün kiloqram. Vəssalam. Əla. Gəlin baxaq 35-ə. Hamar üfüqü müstəvidə M, 2M, 3M qoyulubdur. F60-da T gəlmə. Bunun üçün nə deyirdik? Xatırlayın. Deyirdik ki, qüvvələrin nisbətini yaz. F bölünsün T-ni yaz. F nəyi də artır? Baxın 3M. 3M nəyə bağlanıb? 2M. 2M nəyə bağlanıb? M-ə. Yəni F-in dartdıqlarını cəmlə yaz qabağına. M üstə gəlinsin 2M, üstə gəl 3M. T-nin də qabağına onun dartdığını yaz da T ancaq M-i dartır. Vəssalam. F-i verib 60, T-ni soruşur. 6M yuxarı, M-ə böldüm 6. Onda buradan T neçə elədi? 10 Newton eləmiş oldu. 36-ya baxaq. Deyir ki, sürətin verib, gücün verib, çatdıraraq deyir gedir. Bərabər sürətli gedirsə, təkərlə yol arası sürtünmə misalını tap. Düsturumuz hazırdır. M bərabər mü, M, J, V. Gücün yerinə 60 kilovat, yəni 60 vur 10 üzəri 3. Mü'nü zaten soruşur. M-i verib 1 ton, yəni 10 üzəri 3. J-ni verib 10. V də 54 km bölü saatdir. 18-də 5-ə vuranda eləyəcəkdir 15. Baxın 10 üzəri 3 getdi. Bununla bu 6 getdi. Burada qaldı 6 bərabərdir. Düz yazdıq 6 bərabərdir. Bəli. Mü vurulsun 15. Buradan deməli mü neçə elədi? 0,4. Vəssalam. 37-yə baxaq. Deyir 5-ci saniyədə sürətin modulunu tapın. Preysiz tabi üzr istəyirəm. Bu bərabər yeniləşəndir. Yəni Vx bərabərdir. V0 üstə gəlinsin AXT. Düzdür? Aha.
V0 verib 10. Üstə gəl. İndi baxın. Sürət zaman qrafikində biz bilirik ki, bu bucağın tangensi, yəni tangens 45-i bizə nəyi verir? Təcili verir. Tangens 45 də bilirik ki, 1-ə bərabərdir. Çünki tangens alfa sinüs böl kosinüsü da. Sinüs 45 kos 45-ə bərabərdir. Axı böləndə 1 eləyəcək. Deməli, tangens 45 bərabər A, o da elə 1 imiş. Yəni, təcil neçəyə bərabər oldu gənclər? Buradan 1-ə. Gətir yerinə yaz. 1. T-ni də verib bizə 5-ci saniyə. Əla, elədi neçə? 15. Yəni, ümumiyyətlə, siz bax, bu qrafiki çəkəndə, baxın, bura, belə birləşdirin bu xətləri. Baxın, görəcəksiniz. Bura 5-ə paralel, yəni T oxudu. Bu da müəyyən bir V qiymətidir də. Bax, onda bu katet nədir? Baxın, bu katet elə burada da V çıx V0'dır. Baxın, bu kateti bu katete böləndə, yəni V çıx V0'ı T-yə böləndə elə təcilin düsturu çıxır da. Çünki A ilə nəyə bərabərdir? V çıx V0 böl T-yə bərabərdir. Vəssalam. 38-ə baxaq. Su hövzəsindən hansı dərinlikdə atmosfer təzyiqindən böyük olar təzyiq? Yəni, bizdən soruşur ki, deyir ki, harda P tam atmosferdən 3 dəfə böyük olar. İndi su hövzəsi varsa, bunun bir dərinliyi var və atmosferi var da. Onda tam təzyiqi biz necə yazırıq? P tam bərabərdir. P0 üstə gəlinsin, ρGH. P tamın da yerinə deyir ki, atmosferdən 3 dəfə böyükdür. 3P0 yaz. Bərabər oldu P0 plus ρGH. Attım bərabərliyin sol tərəfinə. 2P0 bərabərdir nəyə? ρGH. Verilənləri yerinə yazanda buradan H eləyəcəkdir 20 metr. Baxan kimi görsəndir. Çünki atmosfer təzyiqi 10 üzəri 5-dir. Burada ρ 10 üzəri 3-dür. Burada da J 10'dur da. Elə onlar ixtisaq edir, qalır 20 metr. 39'a baxaq. Bu cismə təcilin modulunu deyir. Tap A bərabərdir. Newton 2-ci qanununa görə A bərabərdir. F əvəzləyici böl M. M-i veribdir. 2 F əvəzləyici burada fikri verirsə 2 qüvvə əks yönəlibdir. Onda nə edirsən? Böyükdən kiçik çıxırsan. 20 çox 16 bölü 2, yəni 4 bölünsün 2-dən. Bu oldu 2 metr böl saniyə kvadrat. Əla. Gəldik son səhifəyə. 45 dənə sual imiş. Uzunluğu 1 metr olan ipə bağlanmış daş şaquli müstəvidə 2 saniyə üstü mənfi bir tezliklə fırladılır. Əgər A nöqtəsindən qırılarsa hansı maksimal hündürlüyə qalxar? Baxın. Maksimal qalxma hündürlüyünün düsturu H maksimal bərabərdir. V0 kvadrat bölünsün 2J. Bu da bərabərdir. İndi bax. 2J-ni yazaq. Sən bu ipi fırladırsan. Bu ip burada fırlananda fikir ver. Çevrə üzrə fırlanır. Düzdürmü? Baxın, belə bura gələndə buradan A nöqtəsindən qırılır və bizə bu da V-ni verib də. Yəni V yuxarı yönəlib. Yəni bu daşı yuxarı qaldırmaq üçün lazım olan başlanğıc sürət V0 elə bunun çevrə üzrə hərəkətdəki qazandığı V-yə bərabərdir. Və bizə sualda tezliyi verir baxın. Onda elə V-nin düsturunu mən bilirəm 2P-nir. Bax elə gətirib V0-ın yenə bunu yazmalıyam. Olur 2P-N R kvadratı. Burada kvadrat var. Bu 2 ilə bu 2 gedəcək. Yuxarıda qalacaq elə 2 pi kvadrat n kvadrat r kvadrat böl. İşlə getdik j. Gətir yerinə yaz. 2 vurulsun. Pi kvadratı 10 verib. Tezliyi 2 verib. 2 kvadrat. R-dəki bax elə bu ipin uzunluğu da radiusudur. Elə 1'in kvadratı elə 1 eləyər. Bu da 10 elədi. Onlar getdi. 2 vurulsun 4'dən. H maksimal elədi. 8 metr. Əla. Deyək ki, cismi yer səthdən hansı hündürlüyə qaldırdıqda ağırlıq qüvvəsi 64 fazladır. Bu baxan kimi görsənir 7 deyirdir. Xatırlayırsınız hədəfə nə deyirdik? Kökal 1 çıx. Amma desəm müəllim düsturun yaz baş üstə F H böl F0 bərabərdir. R kvadrat bölünsün R plus H kvadrat. Bax elə bura 64 yaz kökal. Görəsən ki H bərabər 7 R eləyir. İndi gəlin baxaq 42-yə deyək ki 200 qram kütləsi olan, onda gəl bunu tez M-ə bölək. Bu elədi 0 tam, onda 2 kiloqram metal kürəcik suda aşağı düşür. Arximedi verib, müəyyənin müqamət qüvvəsini verib, deyir təcili tap. Baxın, gəlin burada bunu bir təsvir edək. Qabıdır. Deməli, burada bir mayedir və burada cisim nə edir? Aşağı doğru düşür. Buna hansı qüvvələr təsir göstərəcək? Aydın məsələdir ki, yuxarıya doğru F Arximed təsir göstərər. Cismin mərkəzindən yeni mərkəzinə doğru ağırlıq qüvvəsi mg təsir göstərər və suyun müqavimət qüvvəsi. Bilirsiniz ki, suyun müqavimət qüvvəsi ümumiyyətlə müqavimət qüvvələri hərəkətin əksinədir. Aşağı doğru düşürsə,
müqavimət qüvvəsi bunun əksinə olacaq. Amma bu cisim aşağı doğru düşübsə, deməli mg ağırlıq qüvvəsi, Arximed qüvvəsi və müqavimət qüvvəsinə qalib gəlib. Onda mg bunların əks istiqamətdə də çıx, amma F Arximed ilə F müqavimət eyni daxı toplanır. Newtonun ikinci qanununa görə M A-ya bərabər edildi. Mg M 0,2, J 10 çıx. F Arximedi veribdir 0,3, müqaviməti verib 0,2, M yenə 0,2 vur A. Bunu buna vuranda 2 Newton çıxılsın cəm elədi 0,5 bərabərdir 0,2 A-ya. 1,5 bərabər 0,2 A-ya. Deməli, buradan A təcil elədi neçə? 1,5-i 0,2-yə böləndə 7,5 metr böl saniyə kvadrat. Vəssalam. Gəlin baxaq 43-ə. Deyir ki, A və B nöqtələrinin mərkəzdən qaçma tezlikləri eynidir. İndi baxın, tezliyi verib, deyir ki, B-nin tezliyini tap. İndi bizə təcilin tezliklə olan düsturu lazımdır. O da budur. Deməli, 4 pi kvadratı n kvadratı r. Düzdür? Baxın, bu lazımdır bizə. Bunlar deyir eynidir. Onda gəl yazaq. Yəni, A nöqtəsinin təcili bərabər olubdur. B nöqtəsinin təcili yerinə yazaq. 4 pi kvadrat n A kvadrat. Düzdürmü? Vurulsun r. Çünki A-nın düsturu omega kvadratı r-dir. Omega da 2 pi-n'dir də. Bu bərabər olub B nöqtəsinin təcilinə. Yəni 4 pi kvadrat nb kvadrat vurulsun rb. Bu da təbii ki ra. Baxın bunlar 4 pilər getdi. A-nı verib neçə? 4 saniyə. 4 kvadrat. A-nın radiusu r. B-nin tezliğini soruşur. Bunlar radiusu 4r. Baxın r-lər getdi. 4'lərin biri getdi. nb kvadrat bərabər oldu 4'ə. Buradan B nöqtəsinin tezliyi elədi 2 saniyə üstü -1. Vəssalam. Gəl baxaq 44'ə nə deyir? Qüvvəni verib bizə, gəllə qarşısına yazaq. 20 Newtondur, çəkini soruşur. Dəyərli dostlar, bilirsiniz ki, eyni ipdə eyni F olur. Qələmi qoyursan, gəzdirirsən. Bax, buradan bura qədər eyni ip getdi. Bəli, deməli burada 20 imiş, 20 yuxarı, 20 yuxarı. Onda bura, üzr istəyirəm, 20 yazdım. 20 yuxarı, 20 yuxarıdırsa, onda bura düşəcək neçə? 40 Newton. İndi qələmi qoyub belə bura aparanda görürsən eyni ipdir. Deməli, burada 40 imiş. Onda 40 yuxarı, 40 yuxarı. Bura 80 düşər. Elə aşağı doğru da çəkini veribdir. Deməli, çəki P nəyə bərabər oldu? 80 Newtona. Əla. Aha, gəldik sonuncu suala 45'ə. Quru termometrlərin göstərişləri eynidir. Yəni, T quru 1 bərabərdir T quru 2'yə. Müxtəlif hava nisbi rütubətləri F1 65, F2 45'dir. Uyğun bətləri tapın. Qurunun termometrin göstərişi yaşın göstərişindən böyük olur. Bu zaten həmişələdir. Quru termometrin göstərişi yaşdan böyük olmalıdır. Kiçik olmur zaten bu. Bir ortaqdır. Su buxarı doymayandır. Bu da ortaqdır. Mütləq rütubət daha böyükdür. Baxın, nisbi rütubət F-nin düsturu var. Rho bölünsün Rho0 yaxud P bölünsün P0 vurulsun 100%. Siz burada N-də yaza bilərsiniz. Buradakı Rho elə mütləq rütubətdir. Rho-nun özünün düsturu nədir? M bölünsün V-dir. Bu da dursun belə. Vahidin də 8 qram bölünsün kubmetri yazarsınız. Yəni, nisbi rütubət F Rho ilə düz asılıdır. Bu məxrəsdəki yazılanlar Rho0, P0'lar həmin temperaturdakı doyandır. Deyir ki, mütləq rütubət daha böyükdür, parsial təzyiq daha kiçikdir. Baxın, F böyük olanda təzyiq də böyük olur, F böyük olanda rütubət də böyük olur. Daha böyükdür, F'si böyük olan, yəni 3. Deyir ki, daha kiçikdir təzyiqi, F'si kiçik olan, yəni 4-2'yə getdi. Fikrimi izah eləyə bildim inşallah. Yəni, nisbi rütubətlə Rho, yəni mütləq rütubət düz asılıdır. Nisbi rütubətdən P, parsial təzyiq düz asılıdır. Təkrar edirəm, məxrəsdə yazılanlar, indeksində 0 olanlar həmin temperaturdakı doyan su buxarını göstərir. Fikrim aydındırmı? Yəni bu Rho0, P0 həmin temperaturdakı doyandır. Ümumiyyətlə, zaten parsial təzyiqlə tapanda P bərabərdir. Rho RT bölünsün böyük M ilə tapa bilərsiniz. Yəni fikir verirsənsə, F həm də təzyiqlə də düz asılıdır. İndi 1'ə 3,
2-yə 4, ortaya 1-2 cavab A variantı. Vəssalam. Baxın gördüyünüz kimi birinci hissədən demək olar ki, bütün mövzularına aid sual var idi. Düşünürəm ki, mütləq ki sizlər üçün faydası olacaqdır. Təbii ki uzun oldu çünki 45 dənə sual idi. Çalışdıq ki əhatə eləyək. Həm də elə bəzi məsələləri də təkrarlayaq. Yəni elə suallar oldu ki, düsturlarla falan da sizin üçün yazdıq. Növbəti videoda görüşərik. Hələ ki bu qədər. Çox sağ olun izlədiyiniz üçün.